Esselamu aleykum ve rahmetullah ve barakatuh. Sizi Belçikadan, Brüsseldən salamlayıram. İstədim yenə sizinlə maraqlı bir video paylaşım. Bu yaxınlarda qarşıma bir video çıxdı. Deməli, Sumqayıtda səhv eləmirəmsə, bir marketin sahibinin meyvə tərəvəzini əlindən alırlar ki, yəni sən yolu zəbt eləmişsən, Səkidə meyvə satırsan. Bura Brüsseldir, Avropanın tam mərkəzidir. Və gördüyünüz kimi bura Səkidir və Səkinin yarısını zəbt ediblər. Rahat görünüyə zəbt ediblər. Aha, və görürsünüz belə meyvə tərəvəz satırlar. Market görürsünüz giriş oradadır, ancaq belə Səkini zəbt edib. Tək burada belə deyil. İndi sizə başqa dükanları göstərəcəm. Yəni ümumən Belçikada nə bilim bəlkə minlərlə belə yolları zəbt etmiş dükanlar, nə bilim başqa ticarət məkanları, yəni obyektləri var. Bax görürsüz bu dükanda tikintidə işləyənlər üçün, ustalar üçün geyimlər satılır, uniformalar yəni. Hadi görürsüz belə bayıdan asıb hər şeyi şöyle çıxarır. Böyle satışını eləyir. Böyle için biraz skanet ediyor. Güzel. Evet, bu da başka bir dükkandır. Görürsünüz bu da Səkinin yarısını zəbt edib. Deməli bu da başka bir dükkandır. Görürsünüz bu da Səkinin yarısından çoxunu zəbt edib. Həlimdən ki Səkini qabaqda bir dənə belə palatka qurub orada da öz stokunu saxlayır. Bu da başka bir dükkanda görürsünüz yolun yarısını zəbt edibdir.